Salam. Keçdiyimiz ayda Özbəkistan özünün modernizasiya etdiyi T-64 tankını nümayiş etdirdi. Modernizasiya çərçivəsində tankın həm güc bölməsi təkmilləşdirilib, tank 950 at gücündə mühərrik və avtomatik sürətlər qutusu ilə təchiz olunub. Həmçinin tankın zırhı da təkmilləşdirilib, amma sadəcə adı var ki, tank zırhləndirilib. Tankın zırhı ilk baxışda mükəmməl görünə bilər, amma işin əsli elə deyil. Tankı biraz incələdiyimizdə aydın olur ki, tanka sadəcə qalınlığı 1 sm belə olmayan, içərisi boş bir zırh qoyulub. Kardon deyim buna, tank kardonla əhatələnib. Yəni o zırhın içərisində nə reaktiv zırh, nə də başqa bir zırh yoxdur. O sadəcə içərisi boş bir qabıqdır. Tankın həm gövdəsinin, həm gülləsinin bu işarələdiyim yerlərinə baxmaqla bu zırhın içərisinin boş olduğunu rahat görmək olur. Gövdənin bu işarələdiyim künc hissəsinə baxsanız, oradan zırhın boş olduğunu tam aydın görə bilərsiniz. Altdakı işarələdiyim yer, hansı ki üstündə boltlar var, o tankın ana zırhıdır. Onun üstündəki isə əlavə zırhdır, hansı ki içərisi boşdur. Tankın gövdəsinə sadəcə geniş bir boşluq qoyulub. Həmçinin tankın gülləsində də işarələdiyim yerlərə baxmaqla bu zırhın içərisinin boş olduğunu rahat ayırd etmək mümkündür. Bu zırh sadəcə köhnə nəsil kumulyativ mərmilərə qarşı boşluq effekti yaradır. Köhnə nəsil kumulyativlər boşluğa çıxdığı zaman enerjisi ətrafa dağılır və bu şəkildə nüfuz qabiliyyətini itirir. Amma bu cür zırhlər müasir kumulyativlərə qarşı heç bir iş görə bilmir. Çünki köhnə nəsildən fərqli olaraq müasir kumulyativlərin enerjisi ətrafa dağılmır, düz irəliləyir. APFSDS mərmilərinə qarşı da heç bir işə yaramır, çünki APFSDS mərmiləri partlamır. Tankın yan ətək zırhına gəldiyimizdə burada da içərisi boş sadəcə bəzəkdən ibarət yan ətək zırhı görürük. O zırhın o cür yarısı uzun formalı, yarısı yumru olması müdafiə baxımından heç bir şey qazandırmır. Özbəkistanın bu tankı sadəcə şou xarakterli bir tankdır. Döyüş meydanında isə müasir təhdidlərə qarşı necə deyərlər, köhnə hamam, köhnə tas.